Bura Ukrayna paytaxtı Kiyevin mərkəzi küçələrindən biridir. Artıq ikinci gündür ki, şəhərin tam əksəriyyətində olduğu kimi bu küçədə də evlərin böyük əksəriyyətində elektrik enerjisi yoxdur. Elektrik enerjisi ilə bərabər qaz təchizatında da ciddi problemlər var. Buna səbəb kütləvi hava hücumlarının, əsasən dron hücumlarının əsas hədəfinin elektrik stansiyaları, o cümlədən qaz təchizatı anbarları olmasıdır. Biraz əvvəl işıqforların, mərkəzi küçələrdə işıqforların fəaliyyətini bərpa etdilər. O cümlədən mərkəzi küçələrdə yerləşən, əsasən də binaların altında yerləşən iaşə obyektləri generator və transformator vasitəsilə enerji problemlərini həll edirlər. Lakin buna baxmayaraq şəhərdə, əsasən də yaşayış evlərində ciddi enerji problemi davam edir. Qeyd edim ki, bu tək Kiyevdə yox, Ukraynanın digər mərkəzi şəhərlərində, o cümlədən Odessada, Xarkovda, Dnepr kimi iri şəhərlərdə də bu problem hazırda davam edir. Son bir həftədir su, elektrik problemləri var. Bizi nəyin gözlədiyini bilmirik. Amma proqnozlar xəbərlərə əsasən qənaətbəxş deyil. Ən yaxşısına ümid edirik. Lakin vəziyyət sevindirici deyil. Gecə saat 3-dən bəri elektrik enerjisi kəsilib və bütün gün ümumiyyətlə işıqsız olmuşuq. Yalnız bugün bəzi yerlərdə elektrik enerjisi bərpa olundu. Anam yaşayan ərazidə isə heç su da yoxdur. Rusiya tərəfindən endirilən hava zərbələrindən sonra Kiyevin bütün rayonlarında elektrik enerjisi çatışmazlığı müşahidə olunur. Ən sıx məskunlaşmış 3 rayon elektriksiz qalıb. Sonuncu bombardıman şəhərin su təchizatını da çətinləşdirib. Biz mümkün olan bütün generasiya vasitələrinə, o cümlədən avtonom elektrik stansiyalarına ehtiyac duyuruq. Kiyevi dəstəkləyə bilən hər kəsə müraciət edirəm. Paytaxtda təcili dəstək lazımdır. Hər hansı yardımı minnətdarlıqla qəbul edəcəyik. Bu müharibə zamanı xalqımıza ən yaxşı dəstəkdir. Qeyd eləyək ki, son günlər Rusiya ordusu Ukraynanın bütün şəhər və qəsəbələrinə hava zərbələrini daha da artırıb.